Əziz izləyicilər, gəlib çatdım Solikamsk şəhərinə. Perm diyarında yerləşən 25 şəhərdən biridir. Solikamsk həm də Perm knyazlığının paytaxtı olub. Perm diyarının 25 şəhəri var. Onların hal-hazırda biz ikincisini gəzdik. Deməli, biz sizlə bulduq Qubaxa şəhərində. Yollandıq Qubaxadan Aleksandrovsk-Beryozki, hal-hazırda Solikamsk şəhərində yerləşirik. Bu şəhəri də sizlərlə birgə gəzib dolaşalım. Perm diyarının ən böyük şəhəri Permdir. Permdən sonra ikinci ən böyük şəhər Beryozki adlanır. Əslində desəm ki, turistik bir şəhər deyil, yanıldım. Qəşəng, sadə, görməli yerləri var imiş. Burada da muzey fəaliyyət göstərir. Aşıqlar körpüsü adlanır bu körpü. Maraqlıdır. Hər tərəfi yamyaşıl, sadə və gözəl bir şəhər. İndi gedirəm otel, hostel axtarmağa. İnternetdən birini tapmışam, amma bron eləməmişəm. Gedək görək yerində yer olacaq yoxsa yox. Gəlib belə bir yerə çıxdım, şəhər mərkəzindən uzaq idi. Görək yer varmı? Belə bir oteldə gecələyəcəm. 1200 rubuldur bir gecəsi. Normal bir otaqdır, içəridə hər bir şey var. Yatağı, televizoru, soyuducusu, tualeti, vannası hamısı öz yerində. Yeni bir gündən hər kəsi salamlayıram dostlar. Solikamsk şəhəri, Perm diyarı. Gecəni bu oteldə gecələdim. Bir gecəsi 1200 rubl, 2 gecə qalacam. Bugün də burada qalası oldum dostlar. Gedirik indi şəhərdə yerləşən maraqlı bir muzey var, Duz muzeyinə. Gedək görək nə var orada maraqlı. Hər kəsə xoş izləmələr dostlar. Biz isə yeni gündən başladıq. Gəldim yenə dünən yemişdim burada yemək. Çox xoşuma gəldi. Belə yarpaq dolmasıdır. Azərbaycan yarpağıdır özü. Süperdir. Ve yarım özbəkli olaydım. Restoranın da adı Semarqanddır. Düz avtomobilin yanında yerləşir. Dostlar, gəldim Solikamsk şəhərində yerləşən Duz muzeyinə. Muzeyin ərazisindəyəm hal-hazırda. Giriş 350 rubuldur, ekskursiya daxil. Это единственный в мире сохранившийся комплекс деревянной промышленной архитектуры под открытым небом, отражающий целую эпоху солеварения. И на этом месте находился Усть-Боровской солеваренный завод. Подъемная скважина, ее глубина 192 метра. До 19 века скважины, конечно, не были такие глубокие, так как бурились они практически вручную, ударно-поворотным способом. То есть в землю с большой силой ринялся бур, ходили поршни. Трубы протягивались из скважины до 3-го яруса башни. В поршнях находился внутрь, и рассол таким образом поднимался по трубам наверх. А наверху Ekskursiyamız başa çatdı dostlar. Solikamskda yerləşən Duz zavodu 1972-ci ilə qədər fəaliyyət göstərib. Burada duzun necə hazırlanma proseslərini başa saldı. Gördüyünüz qarşıdakı bina 2004-cü ildə yanıb. Yuxarı ikinci mərtəbəsi taxtadan ibarət olub. Taxtası yanıb və sonra da yenidən təmir olunub. Bu gördüyünüz ərazidə duzun necə yaranması, işçilərin necə işləməsi prosesini başa saldılar. Yeni məlumatlar öyrəndim. Duzun yerin altından 100-130 metrə qədər dərinlikdən necə çıxması, duzun qurudulması və duzun satılması prosesini başa salındı. Həmin dövrlərdə, keçmiş zamanlarda duz əldə etmək üçün sadə vətəndaşlar işləyirdi və bu da çox ağır bir iş olub.
kişilər üçün 70-90 kiloya qədər duz meşoxlarını qaldırırlarmış. Amma həmin dövrə getsək, verildiyi əmək haqqı onların çox yüksək olub. Çünki çox ağır işdə işləyirdilər. Və duz zavodunda işləyən bir şəxs müxtəlif xəstəliyə yoluxurmuş. Duzla işlədiyi nəfəs yollarına keçirmiş, dəri xəstəliklərinə tutulurlarmış. Onun üçün də onların əmək haqqısı çox olub. Belə dostlar, Solikamsk haqqında biraz özüm də məlumat topladım. Davam eləyək dostlar. Gedək indi şəhərin başqa gəziləcək yerlərini gəzəyim. Hər kəsə xoş izləmələr dostlar. Perm diyarından Azərbaycana çoxlu salam olsun dostlar. Kanala abunə olun dostlar. Like etməyi də unutmayın. Çox maraqlı kərpicdən bir bina. Dostlar, Solikamsk şəhəri Kama çayının sahillərində yerləşir. Daha bir maraqlı bir bina Dom Masterov. Girək çaya, görək maraqlı suvenir olursa alaq. Belə bir çay oldu. Belə bir maraqlı yol da gedir Kama çayı boyunca. Gəzək, təmiz havası da var.